Salam əzizləyicilər, bugünkü avtomobilimiz 2005-ci ilin Volkswagen Passatıdır. Hansı problemlə gəlib? Avtomobildə çəkim zəifdir. Kompütera salandan sonra belə bir xəta kodları gördük. P0342 qaz paylayıcı valın, yəni raspert valın xəta kodudur. Ya xəttində problem var, ya da alışma sistemində problem var. Katalizatorun xəta kodu P0420 P0299. Bir də silindirlərdə xəta kodları veribdir. Bizim ilk baxacağımız problem P0342 xəta kodunu araşdırmaqdır. Bir də 0420. Turbonun problemi və silindirlərdə alışma problemi buradan yarana bilər katalizatorun nasazlığına görə. İndi bir araşdıracağıq, görək problem nədədir. Yoxlayırıq bu turbonun xəta koduna görə. Katalizatorun içi çırıq-çırıq üstündədir. Avtomobilin birinci problemi turbonun vurmaması, bu katalizatorun dolu olmağıdır. İzləyicilər, avtomobilimizi işə salmışıq. İndi görək xəta kodu qayıtdı yoxsa yox. Qaz paylayıcı valın katalizatorda gördüyümüz kimi yoxladıq. Əməlli başlı tutulmuşdu. Yəni ona görə də birinci katalizator ustasına gedib onu təmizlətdirəcək. Ondan sonra da inşallah avtomobil düzələcək. İndi yoxlayaq görək xəta kodu qayıtdı yoxsa yox. P0342 xəta kodu getdi. Bizdə avtomobildə hal-hazırdakı problem katalizatorun içinin dolu olmasıdır. Diqqətiniz üçün təşəkkürlər.